Salam, İbtidai icma quruluşu ilə bağlı ikinci dərsimiz olacaq. Ötən dərsdə İbtidai icma quruluşunda bizlər mən paleolit, mezolit, neolit və eneolit dövrlərinin izahını verdim. Bu dərsdə isə İbtidai icma quruluşunda Tunc dövrünü izah verəcəm. Bildiyimiz üzrə Tunc dövrü 3 mərhələdən ibarətdir. Erkən Tunc, Orta Tunc və Son Tunc. İndi isə biz yenə də ötən dərs olduğumuz kimi dövrün əhatə etdiyi zaman və həmin dövrdə olan hadisələr. Erkən Tunc dövrü Eradan əvvəl 4-cü minilliyin ikinci yarısından Eradan əvvəl 3-cü minilliyin ortalarına qədər əhatə etmişdir. Qısa konkret Erkən Tunc dövrü Eradan əvvəl 4-3-cü minillikləri əhatə etmişdir. Bu dövr adlanır Küraz mədəniyyəti. Nəyə diqqət edək? Əgər sorulsa ki, Quruçay mədəniyyəti bu aiddir alt paleolit. Musi mədəniyyəti isə orta paleolit, Küraz mədəniyyəti dövrü deyəndə isə Erkən Tunc dövrünə aiddir. Erkən Tuncda nə olur? Birinci əmək bölgüsü və yaxud da birinci ictimai əmək bölgüsü. Yəni, bölgü oldu. Əkinçilik maldarlıq bir-birindən ayrıldı. İlk dəfəlik Erkən Tunc dövründə əkinçilik maldarlıq ayrıldı bir-birindən. Köçmə maldarlıq yarandı bu dövrdə. Xış əkinçiliyi yaranmış oldu. Artıq Erkən Tunc dövrünə etibarən xış əkinçiliyi kəşf olundu. Toxa əkinçiliyi neolitdə kəşf olunub, amma xış əkinçilisi Erkən Tunc dövründə. Suni suvarma yarandı. Artıq qoşqu heyvanlardan, xüsusilə xış ilə yer şumlayan zaman qoşqu heyvanlardan istifadə edilməsinə başlandı. Tunc oraqlar. Oraq ilk dəfə neolitdə kəşf olunub, amma o Tuncdan deyildi. Tunc oraqlar isə Erkən Tunc dövründə metal işləmə sənəti yaranmış oldu. Artıq Erkən Tunc dövründə fiziki gücə ehtiyac çox duyulduğu üçün ana xaqanlığı sıradan çıxdı və bununla da ata xaqanlığı yarandı. Bu dövrdə qəbilələr birləşib tayfa yaratdı. Var nə? İlk kollektiv ulucma alt politdə, üst politdə qəbilə, Erkən Tunc dövründə isə qəbilələr birləşib tayfa yaratdı. Tayfanın yaranması ilə artıq sosial bərabərsizlik, yəni artıq varlı kasıb anlayışı ortaya çıxdı ilk dəfə olaraq. Həmçinin kurqan qəbilələr, üstü torpaqla ötülmüş böyük qəbilələr bu dövrdə ilk dəfə başladı. Həmçinin ölü yandırma və kollektiv dəfn alətləri başlandı. İbadət evləri tikilməyə başladı Erkən Tunc dövründə. Harada Erkən Tunc dövrünün ibadət evləri var Azərbaycanda. Bu, Xaçmazda Sərkərtəpə, Naxçıvanda 1-ci Kültəpə və Maxtar, Qazaxda isə Baba Dərviş. Bunlar Erkən Tunc dövrünün düşərgələridir. Ərazilər, daha doğrusu Erkən Tunc dövrünə aid olan ibadət evləri tapılıb bu ərazilərdə. Erkən Tunc dövrünü bitirdik. Daha sonraki dövrümüz Orta Tunc dövrüdür. Əhatə edir Eradan əvvəl 3-cü minillikdən Eradan əvvəl 2-ci minilliyə qədər. Orta Tuncda nə oldu? Yeni sənət növləri yarandı. Bunlar bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq və həmçinin ticarət yaranmış oldu Orta Tuncda. Orta Tunc dövründə də ikinci əmək bölgüsü oldu. Artıq sənətkarlıq bütün sahələrdən ayrıldı. İkinci əmək bölgüsü. Bu dövrdə boyalı qablar başlanıldı düzəldilməyə. Var saxsı qablar, bu neolitdə ilk dəfə ortaya çıxıb. Orta Tunc dövründə isə boyalı qablar idi. Duluzçuluq sobaları və duluzçuluq ocaqları Orta Tuncda ilk dəfə aşkarlandı. Duluzçuluq sobaları harada tapılıb? Bunlar Naxçıvanda və Nil Qarabağ ərazisində Orta Tunc dövrünə aid olan. Şəhər mərkəzləri aşkarlanıb Orta Tunc dövrünə aid olan. Bunlar Urmiyada Göytəpə, Naxçıvanda 2-ci Kültəpə və Oğlanqala, Qarabağda isə Üzərlik təpə və Nərgiz təpədir. Orta Tunc dövründə sosial bərabərsizlik artdı. Bir var, sosial bərabərsizlik yarandı, bu Erkən Tunc dövrünə aiddir. Orta Tunc dövründə isə sosial bərabərsizlik artdı və tayfa ittifaqları yarandı. Tayfanın özü yarandı Erkən Tunc dövründə, tayfa ittifaqları isə oldu nə? Orta Tunc dövründə yaranmış oldu. Orta Tunc dövründə həmçinin artıq gil qabların üzərinə heyvan və insan təsvirləri başladılar, heyvan və insan təsvirləri ilə bəzəməyə. Daha sonra gəlirik Son Tunc dövrünə. Son Tunc və yaxud da Erkən Dəmir. Bu dövr bəyanlanır. Son Tunc, Erkən Dəmir dövrü. Eradan əvvəl 14-cü əsrdən Eradan əvvəl 7-ci əsrlərdə olmuşdur. Minilliyə çevirəndə Eradan əvvəl 2-ci minilliyin sonu, Eradan əvvəl 1-ci minilliyin 1-ci yarısı. Çünki nəzərə almalıyıq ki, Eradan əvvəl olan bütün hadisələr ədəd oxunun mənfi istiqamətindədir. Və ədəd oxunun mənfi istiqamətində olan ədədlər böyükdən kiçiyə doğru gəlir. Ona görə Eradan əvvəl 2-ci minillikdən Eradan əvvəl 1-ci minilliyə qədər. Son Tuncda 3-cü əmək bölgüsü oldu. Sənətkar tacirlər sənətkarlardan ayrıldı. Dedik ki, ilk əmək bölgüsü Erkən Tuncda oldu. Əkinçilik maldarlıqdan ayrıldı. İkinci əmək bölgüsü Orta Tunc dövründə oldu. Sənətkarlıq müstəqil oldu.
Üçüncü əmək bölgü isə sənətkar tacirlər sənətkarlardan ayrılmış oldu. Bu dövrdə qabların üzərinə artıq naxışlar vurmağa başladılar. Bu dövrdə ayaqla hərəkətə gətirilən duluz çarxı aşkar olmuşdur. Bu dövrdə dəmirdən geniş istifadə edilməyə başlanıldı. Təqribən eradan əvvəl 7-ci əsrdən etibarən. Nəticədə təsərrüfat, əkinçilik inkişaf etdi. Bu dövrdə ata sitayiş ayini yaranmış oldu. Bu dövrdə aşurla ticarət əlaqələri aiddir və Azərbaycanda aşura aid gil qablar, bəzək əşyaları, silahlar, həmçinin möhürlər tapılmışdır aşura. Və bu da sübut edir ki, Aşurla son Tunc dövrümüzdə ticarət əlaqələri olmuşdur. Ticarət əlaqələrini sübut edən əsas amil isə odur ki, Qarabağda, Xocalıda Aşur hökmdarı Adad-Nerayinin adına olan mumcuq tapılmışdır. Bu dövrdə siklopik, böyük nəhəng müdafiə qalaları, belə deyək, təpəgöz tikirlər idi bunlar, siklopik. Bunlar harada tapılır? Naxçıvanda və Gədəbəyin Arıqdam kəndində siklopik tikirlər son Tunc dövrünə aid olan aşkar almışdır. Naxçıvan və Gədəbəyin Arıqdam kəndində. Həmçinin hər işi önə çıxdı. Bərabərsizlik, sosial bərabərsizlik daha da dərinləşdi. Sosial bərabərsizlik erkən Tunc dövründə yarandı, sosial bərabərsizlik orta Tunc dövründə artdı, sosial bərabərsizlik dərinləşdi son Tunc dövründə. Bu nə sübut edir? Qarabağdan Borsunlu, Sarıçoban, Xocalı və Xankəndi, Oğuzda isə Kərimli kurqanları sübut edir ki, son Tunc dövründə sosial bərabərsizlik dərinləşib. Həmçinin son Tunc dövründə piktografi yazı nümunələri aiddir, yəni şəkildə yazır. Bu nə sübut edir? Bu, Qobustanda və Naxçıvandakı Gəmiqaya və Kəlbəcər, Abşeron, Qazax və Gədəbəydəki qayaüstü təsvirlərdə piktografi yazı nümunələri aiddir. Və bununla da Tunc dövrünü bitirmiş olur. Nəyə diqqət etməli? Erkən, orta, son Tunc dövrünün oxşarlığı. Hər üçündə də sosial bərabərsizlik olub və hər üçündə də əmək bölgüləri olmuşdur. Digər məsələlər. Son olsa ki, ticarət nə vaxt yarandı? Orta Tunc dövründə. Əgər digər sual olsa ki, son Tuncda ticarət var mıydı? Bəli, var idi. Lakin erkən Tuncda ticarət yox idi. Və bununla da İbtidai İcma Quruluşunu yekunlaşdırmış oluram tam olaraq.